Azərbaycanımızda özünün identikliyi ilə, özünə məxsusluğu ilə fərqlənən xalqlardan biri də ayrımlardır. Ayrımlar haqqında nə bilirik? Ona görə də mən deyirəm, ayrımlar haqqında 5 fakt. Birinci, ayrım sözünün mənası. Ümumiyyətlə, bu haqda iki fikir mövcuddur. Belə ki, bunlardan birincisi odur ki, ayrım sözü ayrılmış, əlahiddə, xüsusi deməkdir. Adətən bunun fikir irəli sürən tarixçilər onların yaşayış yerlərinin uzaqda, dağlarda olmasını nəzərə alırlar. İkinci sözün isə mənası Elrum mənasında, yəni Rumdan gələn türklər mənasında Rumeli, Elrum və ya ayrım sözü deməkdir. İkinci fakt. Ayrımların etnik mənşəyi. Bir çox tarixçilərə görə, yəni onlar 1301-ci ildə Kiçik Asiyada Səlcuqlardan ayrılaraq Səfəvilərin pirinə sığınmış olan Rumeli tayfaları hesab olunurlar. Onların kökünün isə Eymurlu olduğu göstərilir, əslən isə Oğuz türkləri olduğu göstərilir. Lakin onlar Azərbaycana köçdükdə Hunların nəvələri Sabirlərlə burada rastlaşdılar və onlar da xristian idilər. Buna görə də onlar xristian və müsəlman türklərə bölünürdülər ki, sonraki ayrımların etnik şəcərəsini təmsil edirdilər. Üçüncü məsələ, ayrımlar hansı tayfalardan ibarətdir? Bunlara daxildir Sədli, Ağsaqqallı, Seyid Ağsaqqallı, Qaradağlı, Küdürmüş və Çolaqlı. Dördüncü fakt, məşhur ayrımlar kimlərdir? Bunlar haqqında sizin bəlkə də aşağı-yuxarı məlumatınız var, amma mən sizə bir neçə adamın adını çəkəcəm. Bunlardan birincisi Tacəlmülük xanım ayrım Məhəmməd Rza Şah Pəhləvinin anası idi və onun oğlu Rza Şah Pəhləvinin anası isə Nüşafərim xanım ayrımlı idi. Onların qardaşı Məhəmməd Hüseyn xan ayrım isə İran ordusunun komandanı və eyni zamanda İran gizli polisinin rəisi olmuşdur. Və ən nəhayət 5-ci fakt. Bilirdinizmi ki, Azərbaycan Sovet Ensiklopediyasında ayrımlar Azərbaycan xalqının tərkibində ayrıca etnik qrup gedir.